Lazımlı insanları, onlarla dil tapmalısan. Onları yola getirmək üçün bəzən özündən keçməlisən. Əlbəttə ki, sənin vicdanın və sənin özünə olan hörmətin imkan verdiyi qədər, amma bəzən həqiqətən də keçməlisən. Həqiqətən də hardasa susmalısan. Ya da ki, əksinə sona qədər getməlisən və bildirməlisən ki, xeyr, bu belə olmayacaq, bu belə olacaq. Mən dediyim kimi olacaq. Hazırsanmı sən buna, yoxsa yox? Çünki sonsuz qədər olar karmanı təmizləmək, sonsuz qədər olar ulduzlara baxmaq, nömrələri yazmaq və orada nələrsə etmək. Amma kimlər hazır deyil həmin o əks tərəfə, onlar bəlkə də nəyəsə nail olacaqlar, amma tez bir zamanda onu itirəcəklər.